Gözəl bir hadisə yadıma düşdü. Bir qoca kişi bir neçə dənə cavanla orucluq ayında bir yerdə gedirmişlər. Bu cavanlar kişidən soruşurlar ki, ağsaqqal oruçsuz? Deyir, bəli, orucam. Biraz keçəndən sonra bu kişi oturur, başlayır yemək yeməyə. Bu cavanlar deyirlər ki, bəs sən deyirdin, mən orucam, sən yemək yeyirsən. Deyir, yox, mən orucam, sadəcə yemək yeyirəm və su içirəm. Mən oruç tutmuşam. Yəni, mənim bütün bədən üzvlərimin hamısı orucdur. Gözüm naməhrəmə baxmır, qulağım qeybət eşitmir, dilim yalan danışmır. Bütün əza, cəvarihim hamısı orucdur. Sadəcə yaşıma görə, bədənimin zəifliyinə görə mədəm oruç tutmayıb. Su içirəm, yemək yeyirəm. Başqa üzvlərimin hamısı orucdur. Ağsaqqal bu açıqlamanı verəndən sonra cavanlardan soruşur ki, indi siz deyin, siz oruçsuz? Deyirlər ki, ağsaqqal o mənada ki, sən deyirsən, biz oruç deyilik. Sadəcə biz yemək yemirik, su içmirik.